Həftəlik bürclər 24 noyabrdan dekabrın 1-nə doğru həftəlik bizi nələr gözləyir? Bu həftə bizim üçün bütün bürclər olaraq çox emosional həftədir. Yəni bu həftə istək və arzularımızı biz məntiq olaraq çox da işə salmayacaq. Qəlb hisslər olaraq aktivləşdirməyə bacaracaq. Yəni bacardığımız qədər belə deyim də stressdən, depressiv bir vəziyyətdən, panik ataklardan uzaq durmalısınız. Dolça əkizlər, tərəzi bürclərini bu həftəyə görə yorumlayıram. Əslində dolçalar bu həftə negativ bir zonada deyilsiniz. Sadəcə beyninizin içərisində çıxa bilmədiyiniz addımlar, bir burulğanın içərisində olacaqsınız. Daim elə bir özür istəyirəm. Daim elə bir aktivləşib sonra yenidən belə deyim də eyni vəziyyətə qayıtmış bir nüansımız olacaq. Çünki dolçalar burada daxili təklifdə qalmağınız daha aktiv bir məqamda olacaq. Bu həftə yalnızlığınız dolçalar normadan çoxdur. Yəni nə qədər pozitiv olmağa çalışırsınız, sizin içinizdə olan o qocalmış ruh, sizin bu həftə nələrisə dəqiq formada məntiqsel olaraq aktivləşməyinizi istəyir. Amma mən istəmirəm bu həftə məntiqinizi çox yorasınız. Çünki beyin olaraq, qəlb olaraq çelişkiniz normal olmayacaq və qəlbin qalibiyyəti sizin belə də şahmat qoya bilər. Ona görə sizin dolçalar beyin olaraq çox depressiv vəziyyətdə olmağınız, yenidən şans verib uçurtmağınız, qərarsız qalmağınız və axırda qərarınızın yalnızlaşmış və ayrılıq, parçalanma, uzaqlaşma vəziyyətində olduğu üçün mən sizin belə bir vəziyyətdə olmağınızı bu həftə ümumiyyətlə istəmirəm. Həftənin sonlarına doğru düzdür dəngənizi bacaracaqsınız. Həftənin sonlarına doğru stabilliyinizi qurmağa bacaracaqsınız və ailə ilə, sevdiyiniz insanla bütövləşmə qərarınızı aktivləşdirəcəksiniz. Amma zamanın idarəsi beyin olaraq sizdə olmayacaq. Zamanın idarəsi dolçalar bu həftə şans olaraq sizdə olacaq. Buna fikir verməlisiniz. Sağlamlıqla əlaqədar olan problemlər qurşaqdan aşağı narahatçılıqlarınız normadan çoxdur. Enerjinizə çox girmək istəmirəm. Çünki qurşaqdan aşağı enerjilər bizim zaten ən vacib kök çakramızdan başlayaraq ikinci, üçüncü çakraların bloklanmasına doğru aparır. Bunları stabilləşdirməlisiniz. Bacardığınız vəziyyətdə bu həftə təmas hava ilə əlaqədar olaraq. Çünki hava ünsürüsüz, hava ilə oksigen nəvəsi olaraq aktivləşməyinizi, enerjinizi havadan almağınızı məsləhət görürəm və bəzi infeksiyaların da hava ilə əlaqədar keçmişdən yarımçı qaldığını və onları müalicə etməyinizi məsləhət görürəm dolçalar. Əkizlərə gələndə dolçaların üzr istəyirəm, enerjisi bu həftə, uğur enerjisi bu həftə 71%-ə qədər belə deyim də aktivləşdirə bilərsiniz. Gələk əkizlərə. Əkizlər bu həftə çox qəribədir, istəyirəm, əldə edirəm. Çox gözəl bir xəbərdir. Əziyyətinizin bu həftə bəhrəsini görəcəksiniz əkizlər. Nə əkimisinizsə onun bəhrəsini alacaqsınız. Nə istəyirsinizsə dünya ilə tamamlanmanı əldə edəcəksiniz. Məncə bu həftənin ən uğurlu bürclərindən biri də əkizlər siz ola bilərsiniz. Özünüzü kəşf edib, özünüzü aktivləşdirə bilsəz. Düzdür, beyin olaraq, məntiq olaraq elə bir vəziyyətdə olacaqsınız ki, bayquş bilirsiniz də, ən ağıllı, hər şeyi zaman çərçivəsində üstədiyi kimi idarə edən quşlardan biridir. Və siz bu həftə elə bir vəziyyətdə olacaqsınız. Sanki, belə deyim də, səhər görmürəm, gecə aktivləşirəm. Gecə vaxtı sosiallığınız, məntiqiniz, düşüncələriniz, işiniz, şəxsiyyətlə əlaqədar aktivləşməyiniz yüksək səviyyədə olacaq və belə deyim də, bacardığınız və məqamda artımı gücləndirin əkizlər. Əlaqənizi aktivləşdirin, kökünüzü gücləndirməyə çalışın, sosiallığınızı aktivləşdirməyə çalışın. Şəxsiyyətlə əlaqədar bu dəqiqə beyninizi yormağa ehtiyacı, çünki əkizlər şəxsiyyəti heç də bacaracaq bir vəziyyətdə deyilsiniz. Amma buna baxmayaraq mənim xoşuma gələn bir məqam nədir? Bu həftə mütaliələr eləyəcəksiniz. İşıq, görməyən dünyavızı görəcəksiniz və Merkurinin, belə deyim, Veneranın, Marsın təsiri sizin üzərinizdə çox yüksək səviyyədə olacaq. Mars təsirə keçirsə, demək görmə qabiliyyətinizi aktivləşdirəcəksiniz və bu şans sizə doğru gələcək əkizlər. Uğurlu bir məqamdır. Sağlamlıqla əlaqədar xoşuma gəlmir oynaqlarınızda, sümüksel enerjilərimizdə və bilmirəm də, nəsə bizim körpücü sümüyümüzlə əlaqədar olaraq enerjilərimizin bədənə doğru bloklanması var. Bilmirəm, onurğa ilə əlaqədar narahatçılığımız var, nə varsa bunları düzəltməyə məsləhət görürəm. Ümumi dəyərləndirsək, 88-89%-ə doğru əkizlər həftənizi uğurlu edə bilərsiniz. Tərəzilərə gələndə tərəzilərin birinci kartına çanda özüm heç təəccüblənmirəm. Yəni biz dəngəni qurmalıyıq, ikiləm və qərarsızlıqdan çıxmalıyıq tərəzilər. Tərəzilər bu həftə biraz oynaqsınız, yəni stabilliyiniz olmayacaq. İstəyirəm, aktivləşirəm, boşluğa düşürəm. Bu həftənin vacib missiyası tərəzilər sizdə açıq-aşkar deyirəm, transformasiyadır. Yenilənməlisiniz, güncəllənməlisiniz, bloklarınız, yüklənmələriniz, ağırlıqlarınız normadan çoxdur. Təmizlənmə etməlisiniz. İş, pul, maddiyyatla əlaqədar alanınızı, yerinizi, gedişatınızı, vəzifənizi fərq yox, tərəzilər dəyişməlisiniz. Şəxsiyyətlə əlaqədar olaraq hər şeyi dəngəli aparmalısınız və bilmədiyiniz tərəzilər bəzi nüanslar var ki, onları aktivləşdirməlisiniz. Günəş zaten görürsünüz, sizi bu həftə aktivləşdirməyə yüksək səviyyədə bacaracaq. Çünki bu həftə günəş, belə deyim də, yüksələni günəş olan insanlar, yəni Qod Şiroxatan bürcünün yüksələni olan insanlar, belə deyim də,
sizi qidalandıra bilər. Şans pul baxımından sizə doğru gələcək. Bu ruzu əlinizin içərisindədir tərəzilər. Ruzu baxımından çox şanslısınız. Amma şəxsiyyət baxımından şanslı olduğunuzu deyə bilmərəm. Çünki bərabərliyinizi qarşı tərəfindən eyni bərabərlikdə aparacağınıza inanmıram. Tərəzlər bunu stabilləşdirməlisiniz. Dəngənizi bağlamağı bacaracaqsınız və bu həftə belə deyim də özünüz alovu yandıracaqsınız, özünüz alovu söndürəcəksiniz. Yəni idarə, rol sizin öz əlinizdə olacaq. Kral, kraliçə olduğunuzu hiss eləyəcəksiniz. Həftənin sonlarına doğru ehtiyatlı olun. Əgər bu kart çıxırsa, sima yoxdur, amma zaman çərçivəsində doğru ruhumuz var. Yəni, daxilim narahat, amma xaricə doğru bunu bildirmirəm. Daxili narahat olan insanlar daxili çöküntünü aktiv formada aparır. Buna isə məncə tərəzilər heç ehtiyac yoxdur. Öz həyatınızı öz istədiyiniz kimi yaşayın. Daxili çöküntüyə doğru özünüzü aparmayın.